Hər salam dostlar, kanalıma xoş gəlmisiniz. Mən Ayan. Bugün sizlərlə bir günlük vlog çəkəcəm. Gəlin videomuza başlayaq. Bilirsiniz ki, məşğələlərə tətil verilib və mən də bu tətili dəyərləndirmək üçün sizə vlog çəkmək istədim. Amma çox güman ki, mən bu vlogu yükləyəndə artıq tətil bitmiş olacaq. Amma belə saysaq, yəni yay tətilinə, bazar günlərini saymasaq, sayılı günlər qalıb məktəbin həm də bitməsinə. Dırnaqlarım bayağı bir uzanıb və bugün sizlərlə dırnaqlarımı edəcəm. Amma ondan öncə özümə kofe hazırlayacağım. Deməli, indi anamla bazara gedirik. Kombinim bu şəkildə. Makyajıma gün ışığı düşən yerdə eləməyə qərar verdim. Göz makyajı ilə davam edirəm. Buradakı bu rəngdən biraz istifadə edəcəm. Kirpiyimi qıvıracağım. Bu ikisindən birini vuracağım, ya qaranı, ya da qəhvəyi maskaranı. Ağ göz karandaşını göz pınarlarıma vuracağım. Highlighter olaraq bu highlighteri istifadə edəcəm. Bunu vurmağı unutduq. Çox təəssüf. Fırçası burada. Dodaq komum Jev 699, Kiko isə 20 nömrə. Makyajımı pudralamaq istəyirəm. Ona görə də Jevin pudrasını əlimə alıram. Altlarıma və alnıma keçirəm. Parfüm olaraq bu parfümü sıxacağım. Hal-hazırda eve gəldim və dırnaqlarımı edəcəm. Boyunu biraz uzatmaq üçün burada taxma dırnaqlarla forma verəcəm.
Və dırnağım bu şəkildə oldu. Biraz sərgəsiz oldu, amma idarə edər. İyun ayının 2-sindən BSG-lər başlayır və BSG-lərin içərisində ingilis dilinin BSG-si də var. Ona görə də qaydanı təkrarlayacağam. Birinci dəfə müəllimimiz Future Plans and Arrangements qaydasını keçmişdi. Burada gördüyünüz kimi yazılıb və bura qeydlərimi aparmışam. Nümunə cümləsi olaraq da burada yazılmışdı. Yəni nümunə olaraq birinci cümlə We are flying first to Toronto and then to New York. Biz əvvəlcə Torontoya, sonra New Yorka uçacağıq. Burada da future simple ilə to be going to arasındakı fərqi izah edib. Və biraz alışdırma etmək üçün həmin qaydaya aid tapşırıqları işləyəcəm.